25 ildir sizinlə olan Aytek Qrup hal-hazırda 6-cı yerli şirkətlərin tanıtım sərgisində iştirak edir və mən biraz məcburam uca səslə danışım. Çünki ətrafda yetəri qədər Aytek Qrupun güşəsinə, stendinə yaxınlaşıb, onların fəaliyyəti ilə maraqlanan insanlar var. Həmin marağa səbəb olan məsələlərdən də biri məhz, baxın, IP ATS sistemidir. Bu haqda şirkətin nümayəndəsi Atamoğlan Tağıyev danışacaq. Atamoğlan müəllim, xoş gördük, necəsiz? Stendin qarşısında çox sağ olun, yaxşı olasınız. Bu geniş sahəni Bəli. bizlə qısa zaman kəsiyində, amma maksimum detallı tanış edin. Bizə hansı məqamda bu sahə fayda verir? Deməli, biz Aytek Qrup şirkəti olaraq sizə IP telefon sistemlərini təqdim edirik və bu IP telefon sistemlərinin ənənəvi analoq sistemlərdən bir neçə fərqi var. Ən əsas üstünlük müxtəlif biznes sahələrində bu telefonların istifadə olunmasıdır. Belə ki, istənilən növ bizneslərdə telefonları istifadə edə bilərsiniz. Misal üçün, Sunom telefonlarının bu antibakteriyal telefon modeli adətən istifadə olunur xəstəxanalarda. Çünki onların düymələri antibakteriyaldır və xüsusi örtüklərlə üzlənmiş formadadır. Bundan başqa sənaye tipli tikintilərdə və digər sahələrdə bu tipli IP telefonlar istifadə olunur. Hansı ki, bu telefonlarda xüsusi sensorlar yerləşdirilib ki, bunu istifadə edən əməkdaşlar yıxılsa və yaxud da ki, hər hansı bir problem yaransa, bu mərkəzə avtomatik şəkildə məlumat ötürə bilər. Digər telefonlar standart ofis üçün olan telefonlardır. Sadə telefonlar, daha geniş ekranlı, daha geniş funksiyonallıqlı telefonlar, iclas otaqları üçün nəzərdə tutulmuş, əlavə mikrofonlarla təchiz olunmuş telefonlar. Bunlar hamısı sizin biznesdə müxtəlif formada istifadə oluna bilər. Bundan başqa, misal üçün, otellər üçün nəzərdə tutulmuş xüsusi telefonlar var və bu telefonların istifadəsi sırf otel otaqları üçün nəzərdə tutulmuşdur. Bizdə ümumiyyətlə Sunom və Fanvil şirkətlərinin telefonların Azərbaycana gətiririk və onların burada satışını həyata keçiririk. Eyni model telefonlar, eyni belə deyək, bizneslərdə istifadə olunan telefonların alternativləri Fanvil istehsalçısında da var. İstəyirsiniz, onlar haqqında da mən qısa məlumat verim. Fanvil telefonlarının otel üçün olan həlləri bu modellərdir. Və bu modellər artıq otellərdə çox geniş istifadə olunur və simsiz telefonlara gəlincə eyni qaydada Fanvilin də gördüyünüz formada simsiz telefonları mövcuddur. Daha sonra ofis telefonları eyni qaydada sadə telefonlar, kameralı rəhbər telefonları və belə deyək, touchscreen olan telefonlar da Fanvildə mövcuddur. Ümumiyyətlə, IP telefonlar, çağrı mərkəzləri istiqamətində Aytek Qrup uzun illərdir ki, müştərilərə xidmət göstərir və eyni zamanda biz konsultasiya veririk. İstənilən belə deyək, IP telefoniya və çağrı mərkəzi həlləri üzrə biz şirkətlərə öz dəstəklərimizi göstərə bilərik. Sizdən dəstək almaq istəyən şirkətlər hansı vasitə ilə əlaqə saxlasınlar? Bizdən dəstək almaq istəyən şirkətlər bizim korporativ sayt vasitəsilə bizlə əlaqə saxlaya bilərlər, bizim satış təmsilçiləri vasitəsilə bizimlə əlaqə saxlaya bilərlər. Bundan başqa bizim şəhər nömrələrimizlə bizlə əlaqə saxlaya bilərlər və Azadlıq 192 yerdə yerləşən ofisimizə yaxınlaşıb bu stendi orada bizim showroomda görə bilərlər, özləri test eləyə bilər və ehtiyacları olsa istifadə eləyə bilərlər. Sizin bu geniş məlumatınıza diqqətlə baxanlar oldu. Amma bu demək deyil ki, Aytek Qrup yalnız bu sahədə fəaliyyət göstərir. Digər hansı sahələrdə siz insanlara, müştərilərə və biznes nümayəndələrinə fayda verə bilərsiniz? Bizim şirkət, yəqin ki, digər əməkdaşlar artıq ki, qeyd ediblər, 25 ildir ki, artıq Azərbaycan bazarında fəaliyyət göstərir və IP telefoniya bizim istiqamət sahələrimizdən biridir. Bizdə server storage həlləri, təhlükəsizlik həlləri, ağıllı ev sistemləri, ağıllı şəhər, ağıllı işıqlandırma, bu tipli istiqamətlərdə də bizim çox geniş həllərimiz var və yəqin ki, digər əməkdaşlarımız o istiqamətdə daha geniş belə deyək, məlumat verəcəklər. Bir sözlə, 25 ildir Aytek Qrup ağıllı, inovativ həllər təqdim edir Azərbaycana. Təşəkkür edirik Aytek Qrupa və məlumat üçün sizə də minnətdarıq. Çox sağ olun. Müsahibə verdi Atamoğlan Tağıyev. Görüşərik.